Sinema Radyo. Dost Sinema rubrikasıyla devam edirik, hörmətli dinləyicilər, və biz bu dəfədə buraxılışımızı səyyar təqdim edirik. Azərbaycan kinematografçılarının zalında İttifaqın İdarə Heyətinin katibi Alek Səfərəliyevlə söhbət edəcəyik. Alek müəllim, xoş gördük. Salam, çox şadam sizi görməyə. Alek müəllim, gəlin ondan başlayaq ki, biz əslində dövlət sifarişi ilə istehsal olunan filmlərə nəzər salanda çox vaxt tədris prosesinin və yaxud da ideyanın olub, amma inkişaf etməməsinə şahid oluruq. Bu çox vacib bir məsələdir. Çünki bugün kinoda müxtəlif tendensiyalar var və siz də tədris prosesini aparan kinematografçılardan birisiniz. Bizdə tədris prosesinin inkişafı üçün nə çatmır? Nəyi artıq eləməliyik? Mənə elə gəlir ki, ilk növbədə bu sahədə olan mütəxəssislər çatmır. Çünki necə ki mən dəfələrlə demişəm, bizdə dramaturgiya dərslikləri bütün dünyada təhsil olunan dərsliklər yoxdur. İndi İttifaqın köməyi ilə, İttifaqın zəhməti ilə bir-iki kitab tərcümə olunub Azərbaycan dilinə. İlk növbədə biz Linda Sigerin dərsligini, dramaturgiya dərsligini yayırıq gənclər arasında. Mənə elə gəlir ki, mütəxəssis çox azdır. Çünki dramaturji elə bir naməlum bir şey deyil. Bu nisbitlik nəzəriyyəsi deyil. Orada bütün strukturların, bütün qaydaların çoxdan öz yerini tutublar və onlar hamıya bəlli olmalıdır. Əgər siz ssenari yazırsınız, siz istədiyiniz kimi onu yaza bilmərsiniz. Burada necə ki deyirlər ki, yola çıxmaqdan qabaq yol hərəkət qaydalarını öyrənmək lazımdır. Bu da ssenari yazmaq eyni şeydir. Ssenari yazmaqdan əvvəl yol xəritəsini öyrənmək lazımdır. Ssenarinin qaydalarını öyrənmək lazımdır. Hətta ssenarinin qanunları da var və onların tarixi min illiklərlə həyat sürür, elə Aristotelin vaxtından. Burada yeni bir şey tapmaq, yenidən çarx icad etmək lazım deyil. Necə ki məsləhət görülür, elə də ssenari yazılmalıdır. Burada heç bir problem yoxdur. Məsləhət görülür ki, ilk növbədə qəhrəmanın məqsədi, hədəfi, istəyi və o bu arzusuna, hədəfinə çatmaq üçün bu yolda müəyyən maneələr var, hansılarla o mübarizə aparmalıdır. Protagonist, antagonist. Onların arasında münaqişə olmalıdır. Münaqişə səbəb-nəticə əlaqələri ilə inkişaf eləyir və qəhrəman bu yolda dəyişilməlidir. Vəssalam. Bunu bütün təlimlərdə yorulmadan təkrar eləyirəm. Amma ikinci məsələ də var. Bu müntəzəm mütaliə. Gənclər, gənc kinematografçılar klassik əsərləri çox az oxuyurlar. Bu da ikinci problemdir. Məsələn, necə məsləhət görülür? Məsləhət görülür ki, ilk növbədə qəhrəmanın məqsədi, hədəfi, istəyi və o bu arzusuna, hədəfinə çatmaq üçün bu yolda müəyyən maneələr var, hansılarla o mübarizə aparmalıdır. Protagonist, antagonist.
onların arasında münaqişə olmalıdır. Münaqişə səbəb-nəticə əlaqələri ilə inkişaf eləyir və qəhrəman bu yolda dəyişilməlidir. Vəssalam. Bunu bütün təlimlərdə yorulmadan təkrar eləyirəm. Amma ikinci məsələ də var. Bu müntəzəm mütaliə. Gənclər, gənc kinematoqrafçılar klassik əsərləri çox az oxuyurlar. Bu da ikinci problemdir. Aleq müəllim, dövlət sifarişi ilə pitching mərhələsindən keçən filmlərin istehsalata buraxılması prosesini bilirsiniz və təhlilini də aparırsınız filmlərə baxandan sonra. Hətta bu prosesin içindəsiniz. Bildiyim qədərilə ekspert şurasında da təmsil olunursunuz. Aleq müəllim, nələr çatmır? Bəli, dövlət kifayət qədər dəstək olmağa çalışır, amma bizim də edə biləcəyimiz nələrsə var. Hər şeyi maliyyənin boynuna yıxmaq olmaz. Mən deyərdim ki, maliyyə məsələləri birinci yerdə deyil. İnanın ki, üçüncü, beşinci yerdədir. İlk növbədə problem yaradıcı yanaşmadadır. Misal üçün, sizə bir məsəl gətirim. 3 nəfər adam tikintidə işləyir və ağır daşlar daşıyır. Birindən soruşurlar ki, sən neylə məşğulsan? O deyir ki, görmürsən ki, daş aparıram. İkincisindən soruşurlar, sən neynirsən? Deyir, ailəm üçün pul qazanıram. Amma üçüncüsündən soruşurlar, sən neylə məşğulsan? O deyir ki, mən ev tikirəm, mən bina tikirəm. Yəni, burada məqsəd ayrı-ayrı qoyulur və ona nisbətən işin keyfiyyəti də qalxır. Qarşımızda kino işçiləri, kino xadimləri, ilk növbədə mən cavanlardan danışıram. Onlar öz qarşısında biraz mənəvi, dəyərli hədəflər qoymalıdır. İndi 90% gənclər yalnız ondan fikirləşir ki, hansı festivala düşəcəm. Kinonun heç bir kadrı çəkilməyib, amma elan edir ki, mən Cannes festivalı üçün kino çəkirəm. Bu sizcə təhlükəli tendensiyadır? Yəni, iddianın böyük olması yaradıcılığı pərdələmir ki? Bu, ilk növbədə qeyri-peşəkar yanaşmadır. Çünki yaradıcı adam ilk növbədə öz işinin keyfiyyətini düşünməlidir. O, mükafat haqqında fikirləşməli deyil. O, hansı festivallara gedəcək bu barədə düşünməli deyil. O, düşünməlidir ki, mənim çəkdiyim əsər, film bizim tamaşaçılara maraqlı olsun. Çünki problem elə ondadır ki, biz tamaşaçıları kinodan uzaq eləmişik. Tamaşaçıları kino zallara qaytarmaq lazımdır. Qaytarmaq üçün də ilk növbədə filmlər, ssenarilər maraqlı olmalıdır. Mən sizi bir filminizi istərdim xüsusi vurğulayım. Nəyə görə? Çünki mən o filmə baxanda fikirləşdim ki, Aleq Səfərəliyev də öz dövründə bəlkə də elə xarici çıxmaq, yaxud kinoda inqilab etmək istəyən gənclərdən olub. Murad Sad bir teatr tamaşasının sanki ekran təzahürü. O filmə baxsalar, görərlər ki, o dövrə çox böyük etiraz var. Yəni, oyun içində oyun prinsipi var. Amma maraqlıdır. Aleq Səfərəliyev də vaxtilə bu cür ideyalarla yaşayıb. İndiki gənclər də öz ideyalarını ekranlaşdırıb festivallara çıxarmaq istəyirlər. Necə etmək lazımdır ki, o səhvlərə yol verilməsin, sənət də qalsın öz yerində, film də festival həyatını yaşasın? Əvvəla, sizi əmin eləyirəm ki, mən heç bir festivallar haqqında düşünmürdüm. Hələ
ona görə ki, bu Sovet dövründə çəkilib və mən çox yaxşı bilirdim ki, heç bir festivallara elə bir filmlər xaricə buraxılmayacaq. Hələ bunu əvvəlcədən demək istəyirəm. İkincisi, məqsəd var idi. Məqsəd keyfiyyətli kino çəkmək, maraqlı kino çəkmək və mən o dövrdə bu peşəni başa düşdüyüm qədər çalışdım ki, bu film maraqlı olsun. Əgər siz 30 ildən sonra bu film haqqında söhbət edirsiniz, deməli orada nəsə var ki, hələ ki tamaşaçının marağını oyadır və müəyyən empatiya yaradır. Maraqlıdır. Necə qarşılandı o vaxt film? Çünki orada Sovet standartları yox idi. Demək lazımdır ki, mən çox maraqlı bir emalatxanada təhsil almışam. Bu Sergey Solovyovun emalatxanası idi və o da çalışırdı ki, həm öz yaradıcılığında, həm də onun şagirdləri bir yeni söz desinlər, yeni yanaşma istəyirdi. Tək siyasi, sosial yanaşma olmasın. Orada hökmən müəyyən mənəviyyət məqamları olmalıdır bu hekayələrdə, bu əsərlərdə. Necə öyrədiblər, elə də çəkirdik. Az öncə festivallardan danışdıq. Yəqin ki, xəbəriniz var. Berlin Film Festivalında skandal oldu. Məşhur rejissor Wim Wenders çıxış etdi mətbuat konfransında və dedi ki, bütün hallarda festivallar siyasətdən uzaq olmalıdır. Amma gəlin razılaşaq ki, siyasi konjunktura var və ölkələrin əslində ideoloji cəhətdən transmilli maşının tərkib hissəsinə çevrilməsi baş verir. Nə edək ki, biz siyasətdən uzaqda dayanaq, ancaq sənət nümayiş etdirək və ümumiyyətlə festivalların siyasətləşməsinə necə baxırsınız? Fikriniz maraqlıdır. Mənə elə gəlir ki, bu suallar daha çox kinoşünaslara aiddir. Onlar bu prosesi mütaliə edir və nəzərdən keçirir. Mənə elə gəlir ki, hər bir əsər istər-istəməz ölkənin həyatı, ölkədə olan problemləri, adi insanların istəkləri, arzularını əks etdirir. Və bu əlbəttə istər-istəməz çox ya az faizdə siyasətlə toqquşur. Söhbət ondan gedir ki, yenə də çəkən rejissor qarşısında nə məqsəd qoyur? Məqsəd qoyur ki, mən müəyyən problemləri əks etdirib və bu qəhrəmanın problemlərindən danışım. Ya da ki, elə bir əsər çəkim ki, festivallarda Wim Wenders'in ya da ki, hansısa başqa bir jürinin sədrinin xoşuna gəlim. Ona görə daşı niyə aparırsan? Mükafat qazanmağa ya da ki, ev tikməyə. Burada fəlsəfə var. Gec-tez kəmiyyət keyfiyyətə keçəcək. Amma problem ondadır ki, filmlərin sayı istədiyimiz qədər çox deyil və rejissorlar hər il, hər 2 ildən bir film çəkə bilmir. Fasilələr böyüdür, 5 il, 6 il. Ona görə rejissorlar istəyir ki, bir filmdə bütün problemləri doldurub orada qarışdırsın. Nəticədə də maraqsız bir kokteyl alınır. Aleq müəllim, Azərbaycan Respublikası Kino Agentliyinin Bədii Şurasının üzvüsüz.
Alek Səfərəliyev Bədii Şuranın üzvü olaraq nə dərəcədə ədalətlidir? Əsaslı, əsassız, yaradıcı iddialar var təbii ki. Kriteriyalarınız nə olacaq? Məsələn, bir ildən sonra çıxacaq filmlərimizin Alek Səfərəliyev səs hüququ öz əksini necə tapacaq? Hələ ilk növbədə baxmaq lazımdır ki, mənim səs hüququm var orada, olacaqmı ya yox. Bu birincisi. İkincisi, demək istəyirəm ki, indiki Bədii Şurada çox dəgərli, çox prinsipial adamlar yığışıb və biz bir-iki iclas keçirmişik və çalışmışıq ki, müəlliflərə öz kriteriyalarımızı, öz məqsədlərimizi başa salaq. Məsələn, nə demisiniz? Elə kriteriyalardan birini səsləndirin. Mən çox üzr istəyirəm. Bu Alek Səfərəliyevin kriteriyaları deyil. Bu Aristotelin, Sitfieldin, Blake Snyder'in, Michael Haig'in, Linda Seeger'in kriteriyalarıdır. Mənim deyil. Mənim yanaşmaq peşəkar yanaşmadır. Ssenari qurumdur, ssenari strukturdur və ssenarinin, dramaturgiyanın qanunlarını pozmaq olmaz. Bu birincisi. İkinci kriteri əlbəttə mənəviyyat dəyərləri. O çox vacib bir şeydir, çünki müəlliflər maraq axtararkən tamaşaçının diqqətini cəlb eləmək üçün çox vaxt mənəviyyat sərhədlərini keçir. Bax, biz ilk növbədə bu kriteriyalarla yanaşırıq. İkincisi də biz bir ildən sonra heç bir şey olmayacaq, heç bir yenilik olmayacaq. Çünki biz indi keçən il müxtəlif müsabiqələrdə, müxtəlif bədii şuraların, ekspert şuraların seçdiyi filmlərin problemləri ilə toqquşmuşuq və onları çalışırıq ki, aradan qaldıraq. İmkan dairəsində elə filmlər var ki, çəkilişlər bitib, elə filmlər var ki, onlar post-production mərhələsindədir və s. Bu uzun prosesdir. Alek müəllim, pitching mərhələsi artıq neçənci müsabiqənin tərkib hissəsi olur. Yəqin ki, bu prosesə canlı yayımda baxmısınız, iştirak etmisiniz. Sizi qane edən cəhətlər hansılardır? Gəlin razılaşaq ki, yaşlı nəslin arasında pitchingi bilməyən insanlar da var. Rejissorlar olsun, senaristlər olsun, amma artıq pitchingsiz işləyə bilməyən də nəsil yetişir. Nəyi təkmilləşdirməliyik? Bəlkə qəribə görünəcək. Amma mən pitchinglərin heç bir əhəmiyyətini görmürəm. Çünki pitchingə hazır layihələr gəlir. Mənim fikrimcə ilk növbədə dövlət maliyyəsi üçün əvvəl layihə seçimi olmalıdır. Layihələr sinopsis səviyyəsində seçilməlidir. Onlar seçiləndən sonra bu layihələr, bu ssenarilər development mərhələsinə, yəni inkişaf mərhələsinə buraxılmalıdır. Bax, bu inkişaf prosesini Bədii Şura nəzəriyyətdə saxlamalıdır, nəzəriyyət altında olmalıdır. Ondan sonra ola bilsin ki, dəyərli və daha peşəkar ssenarilər yaranacaq. Film çəkilib, keçən il ssenari təsdiq olunub, Bədii Şuradan keçib, biz indi onu necə dəyişə bilərik? Heç cür. Buraxılmaya da bilmir, düzəlmək də
heç cür düzəlmir. Ələk müəllim, son dövrdə özəl kino şirkətləri ilə çox sıx iş aparılır. Nə etməliyik ki, bədii şura senzor rolunu oynamasın? Yəni tam azad, yaradıcı, müstəqil bir struktur kimi dövlətlə özəl sektor arasında etibarlı bağ rolunu oynasın. Özəl şirkətlər, əgər onlar maliyyə üçün nazirliyə gəlirlər, onlar avtomatik olaraq müəyyən senzura qaydalarına riayət eləməlidir. Dövlət maliyyələşdirir bu layihəni. Əgər 100% sərbəst layihədir, müstəqil layihədir, burada senzura və təsir ola bilməz. Qoy öz, necə Baxtiyar filmində deyirlər, indi də Hüseynovlar bacıları öz məharətini göstərsinlər. Amma əgər siz dövlət tərəfindən maliyyə istəyirsiniz, siz başa düşməlisiniz ki, kimsə nəzarət eləmək istəyir. Söhbət nəzarətdən getmir. Söhbət gedir ki, bu bədii şuranın hüquqları və imkanları nə dərəcədə bu filmin keyfiyyətinə təsir eləyə bilər. Azərbaycan Respublikası Kinematografiya Agentliyi kino təşkilatıdır, düzdür. Deməli, orada işləyən adamlar kino sahəsində çox yüksək peşəkar adamlardır və onlara bədii şura niyə lazımdır? Sovetlər vaxtında çox gözəl bir qayda var idi. Hər bir qüsurun adı, soyadı var. Kim cavab verir bu kino çəkilən filmin səviyyəsinə? Kinematografiya Agentliyi. Bunu nə bədii şuranın boynuna qoymaq lazım deyil. Sonradan inciyən müəlliflər hara gedir? Apellyasiya şurasına. Apellyasiya şurası deyir ki, bədii şura səhv edib. Bu çox gözəl proyektdir və onu qaytarır. Və nəticədə belə bir vəziyyət yaranır ki, heç kəs filmin keyfiyyətinə cavab vermir. Hamı iştirak elədi, amma cavab verən yoxdur. Ələk müəllim, təşəkkür edirəm müsahibə üçün. Siz də sağ olun. İmkan dairəsində çalışdım sizin suallara cavab verim. Əziz dinləyicilər, bizim qonağımız kino rejissor, Azərbaycan Kinematografçılar İttifaqının katibi Ələk Səfərəliyev idi və çəkiliş imkanına görə ittifaqa da dərin təşəkkürümüzü bildiririk. Sinema Radio, Sinema Radio, Sinema Radio.